Choose the correct sentence with the noun in the possessive case. Yiyəlik halda olan isimli düzgün cümləni seçin. A variantında it is a pizza restaurant. Burada təbii ki, şəxs əvəzliyinin apostrof s ilə verilməsidir və bu izin qısalmış versiyası sayılır, yiyəlik hal deyil. Daha sonra B variantında Kain's first language is English. Burada bizim xəbərimiz is English, yəni ingilis dilidir mənasında verilib. Ona görə də apostrof s düzgün yiyəlik hal götürülür. B variantı doğru cavabımızdır. C variantında the girl's going to Moscow with her friends. Cümləmizdə başqa bir xəbər qeyd olunmayıb və goingdən sonra to deyə ifadəmiz davam etdirilir. Bu təbii ki is going to ifadəsinin qısalmış forması kimi götürülür. D variantında he's a radio show host. Yenə şəxs əvəzliyimizin apostrof s qəbul etməsi izin qısalmışı sayılır. Və Y variantında this movie is interesting. Bu film maraqlıdır. Burada təbii ki yiyəlik halının heç bir göstəricisi qeyd olunmadığı üçün düzgün cavab deyil. Doğru cavabımız B variantı götürülür.